Ölkəmizdə muzey sərvətləri və xatirə əşyalarının elmi bərpa mərkəzi var, bəli. Bu mərkəzdə paytaxtın və bölgənin muzeylərindən gələn eksponatlar, əşyalar bərpa olunur. Bu mərkəzdə və daha sonra həmin muzeylərə geri qaytarılır. Biz də orada çəkiliş aparıb bərpa olunan eksponatlar və əşyalar haqqında sizin üçün maraqlı bir süjet hazırlamışıq. Buyurun, izləyin. Muzey sərvətləri və xatirə əşyalarının elmi bərpa mərkəzində eksponatlar bərpa olunur. Rəşidin sehirli xalatı, Üzeyir Hacıbəylinin skripkası, Xurşidbanu Naytevanın ətəyi bərpa olunan əsərlər sırasındadır. Mərkəzin baş fond mühafisi Pakisə Almazovanın sözlərinə görə burada 4 şöbə fəaliyyət göstərir. Elmi tədqiqat şöbəsi, təsvir incəsənət şöbəsi, qrafika şöbəsi və rəngkarlıq şöbəsi fəaliyyət göstərir. Bərpa mərkəzində həm bölgələrdən, həm də Bakı şəhərində fəaliyyət göstərən muzeylərdən eksponatlar qəbul olunmuşdur, bərpa prosesindədir. Bunlardan Natavanın ətəyini biz qeyd edə bilərik ki, bu ətək Milli Tarix Muzeyindən daxil olmuşdur. Bərdə Tarix Diyarşünaslıq Muzeyində də Natavanın kürdüsü bərpa olunaraq təhvil verilib. Üzeyir Hacıbəylinin anası Şirinbəyim xanıma məxsus olan üst geyimi və ətəyi bərpa olunmuşdur. Elmi bərpa mərkəzində qədim afişalar və pullar da bərpa olunaraq əvvəlki görkəminə qaytarılır. Kağıza aid hər şeyi bərpa edirik. Qədim pullardır, gördüyünüz kimi orada afişalardır. Afişalar teatr muzeyindən daxil olunub. Həmçinin əlimdə proqram da var. O olmasın, bu olsun tamaşasının ilk proqramlarından biridir. Bizim sahəmiz ən çox səbir tələb eləyən sahələrdən biridir. Deyə bilmərik ki, bir iş, yəni işi götürəndə biz ona müddət qoymuruq ki, bunu biz bir aya bitirəcəyik. Çünki hər ilməni tək dənə toxuyuruq yerinə təzədəndən. Bərpaçı rəssam Tofiqə Zeynalova isə Sehirli Xalat filmindəki Rəşidin xalatını, qədim Azərbaycan bayrağını bərpa edib. Türkiyədə Azərbaycan səfirliyində asılan Azərbaycanın 3 rəngli bayrağıdır. Rəngləri solmuşdu, gün işığına məruz qalmışdı, üzərində süzülmələr var idi və mən onu yenidən bərpa edib bayraq meydanında olan Bayraq Muzeyinə təqdim etdi. Gözəl işlərdən biri də sehirli xalat olub. Sehirli xalatı bizə təqdim edəndə vəziyyəti çox ağır idi. Çoxlu iynə sındırmaq məcburiyyətində qaldım. Yəni, hər tikəndə, hər gün ən azı 5-6 iynə o işin üzərində mən sındırırdım. Və əlbəttə ki, onlar o qədər incədir ki, əlimizə əlcək də taxsaq, əlcəksiz belə olsaq, istər-istəməz o iynələr bizim barmaq uclarımızı yararsız hala gətirir. Eksponatımız Quba Tarix Diyarşünaslıq Muzeyindən daxil olub, yığma prosesi gedir. Artıq, yəni ki, korroziyadan təmizlənib, eksponat özü çox pis vəziyyətdə idi. Bərpaya ehtiyacı olan eksponatlar sırasında Molla Pənah Vaqif və Molla Vəli Vidadinin Xatirə Muzeyindən gətirilən antik oturacaq da var. Fotosu çəkilib, hal-hazırda baxış keçirik, izədə görmüş hissələri, müdaxilə olan hissələrin qeydiyyatına aparırıq. Və qeydiyyat aparandan sonra iş prosesini, bunun bərpa prosesinə başlayacaq. Gördüyünüz kimi bu iş Rus sənətkarına aiddir, Şutova aiddir. Mərkəzdə indiyə kimi 25 mindən çox əsər bərpa edilərək təhvil verilib. Həmçinin 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin şəxsi əşyaları da yenilənib. Əlinor Rüzəliyev, Seymur Səmədov.